eyni xanəndə, eyni qəzəli, eyni muğam şöbəsində 3 dəfə arxa-arxaya oxusa, yenə də fərqli şey verir. Şərq fəlsəfəsi, şərq poetikası kontekstində çox mənalı bir sözdür. Mən özüm öz zövqümü oxşamasam, sizin zövqünüzü oxşaya bilmərəm. Dövr Ağazda klassik ədəbiyyat inciləri muğamın seyirli sedası ilə qovuşur. Qəzəlin sözündə gizlənən duyğular muğamın sədalarında canlanır. Ey Füzuli, xuldurulardan təğafüldür yaman. Bizim də boynumuza düşən bu milli mənəvi dəyərlərimizi daha da möhkəm şəkildə qorumaq və daha güclü təbliğ eləməkdir. Dövr Ağaz, aprelin 10-u, saat 15-də Mədəniyyət kanalı.